Kəlmələrin sehrində xoş gördük sizi. Bugün bir sözün, bir kəlmənin məna çalarlarının ardınca gedəcəyik. Arayışına çıxacağıq. İnsanı dəyişdirən, bəzən onu yönəldən, bəzən yuxudan oyadan, bəzənsə təhlükələrdən qurtaran kəlmə, iradə. Nədir iradə? İradə, insan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətindən təzahür edən xüsusiyyətlərindən biridir. Bir şeyi əldə etmək üçün göstərilən səydir, cəhddir, qeyrətdir, inaddır. İradə bir şeyi edib etməməklə bağlı qərar vermək və ya iki şeydən birini seçməkdir. İradə insanın öz davranışını şuurlu şəkildə idarə etmə qabiliyyəti, qərar vermək və o qərarın ardınca daim getmək qüdrətidir. Bir növ daxilimizdəki sükandır. Bizə bunu seçdim, bu seçimin məsuliyyəti mənə məxsusdur dedirdən gücdür. Arxaik mənası ilə isə iradə, əmr, hökm, fərman, eləcə də niyyət, məram anlamlarını da ifadə edib. Məsələn, qədimdə deyərmişlər, padişahın iradəsi budur ki, yəni padşahın məramı və ya hökmü budur. Bu anlamda hər hansı bir idarəçinin iradəsi isə Yaradanın iradəsi qarşısında bir zərrədir, bir cüzdür. Bugünkü anlamda isə həm də istək, arzu, könül, tələbdir iradə. Bu, psixologiyada insanın istək və impulslarını tənzimləməsi, çətinliklər qarşısında davranışını davam etdirə bilməsi kimi izah olunur. Yəni, maneə var, amma sən davam edirsən. Daxilində tənbəllik var, amma sən o tənbəlliyi dəf edib hərəkətə keçmək qərarı alırsan. Qorxu var, amma sən yenə də o addımı atırsan. Bu, insan iradəsinin gücüdür. Lakin iradə təkcə elmi bir anlayış deyil. Fəlsəfi baxımdan iradə, insanın öz mahiyyətini seçmə gücüdür. İçimizdəki mən kiməm sualına verilən cavabın davamıdır. Biz özümüzü hər gün biraz da formalaşdırırıq. Hər davranış daxili iradəmizin təzahürüdür. Bəzən iradə gecənin qaranlığında ekranın al-əlvan işıqlarını izləməyi, yatıb dincəlməkdən üstün tutan gözlərini qapadıb yuxuya getmək qərarı kimidir. Bəzən həyatının yönünü dəyişdirəcək tale yüklü qərarı verməyi, öz daxili tənbəlliyinə hayqırmaq kimidir iradə. Hər bir halda insanın özünə verdiyi sözdür iradə və biz insanlar özümüzə verdiyimiz sözlərə sadiq qalanda mənən böyüməyə, inkişaf etməyə başlayırıq. İradəmiz davam edən, təkrar edən kiçik, amma hədəfə yönələn məsuliyyətli qərarlarla hər gün biraz da güclənir. Məsələ mükəmməl olmaq deyil, davam etməkdir. Xırda, lakin davamlı davranışlarımız bizim iradəmizi formalaşdırır. Bu anlamda iradə ruhumuzun gücüdür. İradə sahibi olmaq ciddi fədakarlıq və əzmkarlıq tələb edir. Çünki insanı böyüdüb ucaldan iradəsi, kiçildib alçaldan isə iradəsizliyidir. İradənin dəyərini bilən insanlar bütün dövrlərdə bəşəriyyətin həyatına, tale yüklü hadisələrə yön verənlərdir. Kəlmələrin sehrində sizlərə hər zaman iradəli olmağı diləyirəm. Növbəti görüşlərədək.